Bugünkü xutbəmiz mövzusu tənbəllik haqqındadır. O ki, əziz möminlərə vədə vermişdik. Allah ömür versin, bu mövzu haqqında danışacaq. Tənbəllik bir növ xəstəlikdir ki, insanın dinin və dünyası məhv edir. Baxın, görün, nə qədər təhlükəli xəstəlikdir ki, insanın həm dünyasını, həm də dini məhv edir. Buna xatir müqəddəs İslam dini tənbəlliyi pisləyir və müsəlmanları tənbəl olmamağa çağırır ki, çalışqan olsunlar, tənbəl olmasınlar. İmam-ı Muhammed Baqir Aleyhisselam buyurur: "El-keselu yadurru bid-din və dünya." Tənbəllik insanın dininə və dünyasına zərər gətirir. Başqa bir hədisində buyurur ki, mən sevmərəm o insanı ki, dünyası üçün çalışmasın. Çünki dünya üçün çalışmayan, ahirət üçün heç çalışmaz. O adam ki, bu dünyada tənbəldir, ahirət üçün daha tənbəldir. Allah Təbarək və Teala Qur'an-ı Kərimdə mübarək Nəcm surəsində buyurur ki, və ən leysə lil insani illa ma sa'a. İnsanın bəhrəsi fəqət ancaq onun çalışmasındadır. Və ənə sə'yəhu səvfə yura. Tezliklə onun çalışmalarının nəticəsi görsənəcək. İnsan çalışqan olur. İnsanın əldə elədiyi nəticələr, qazanc, bəhrə fəqət çalışmağının nəticəsindədir. Və tezliklə onun çalışqan olmağının faydaları, çalışma məsələsi ki var, insan işləyir, çalışqan olur, o görsənəcək. Sümmə yüczahul cəzaəl əvfa. Daha sonra ona kifayət qədər mükafat verilər. İnsan bu dünyada çalışmalıdır ki, mükafatı əldə eləsin. Mən uşaq idim, safxoz dövrün, SSR dövrün yaşamışam az da olsa, yadımdadır ki, mükafat deyilən bir şey var idi. Briqadalar var idi, briqadirlər var idi, düzdür, həmişə orada da qanunsuz işlər görərdilər, eləyərdilər, amma dövlət tərəfindən bir mükafat, 13-cü maaş və s. belə şeylər, yaşlılar bilərlər məndən də yaxşı, belə bir şey var idi. Və fəhlələr çalışardılar ki, o mükafatı əldə eləsinlər. Çalışardılar ki, o mükafat əldə eləsinlər. Bəli, filan bir qadadan nə qədər mükafat alan olurdu, neyiniblər bu? O dövrü yaşayanlar bunu bilir. Deyir ki, insan istəyir mükafat alsın, amma Allahın mükafatı başqa cürdür. Allahın mükafatı cənnətdir. Necədir o cənnət? Deyir, əbədi. Çox gözəl yerdir ora, çox şeyləri var orada. Amma bir neçəsinə istəyirəm işarə eləyəm. Orada dərd, qəm, stres yoxdur, qardaşlar. Biz yaşamırıq ki, ipoteka açan gəlir, biraz keçir, maşına girtidi gəlir, biraz keçir, olursa xərc gəlir, biraz keçir, olursa borc. İnsanlar yaşamır ki. O maşını alıb, heç almasaydı yaxşı idi, yazıq rahat sürə bilmir ki. Ev alıb yazıq, neçə 30 ildir. 30 il bir icidin ömrüdür, bu da 30 il neynəməlidir? Hər ayda bəli, bir dərd, qəm yaşamalıdır. Behişdə, cənnətdə dərd, qəm yoxdur ki. Problem, stres yoxdur. Problemli adamlar da yoxdur, ən gözəli oradır.
Bu dünyada bizim əhvalımızı pozan əsas amillərdən biri bilirsiniz necədir? O pis insanlar. Hələ cənnətin heç bir şey olmasaydı, hələ fəqət bu bəs eləyərdi ki, orada insanın əhvalını pozan adamlar olmayacaq. Qocalıq yox, xəstəlik yox, ölüm yox, dərd yox, qəm yox, stres, həyəcan yox. Ondan sonra da nə istəyirsən var. Gel bu məsələni əldə eləmək üçün gərək bax bu qısa dünyada çalışdı qardaşlar. 50-60 il çalış, əbədi cənnət əldə elə, əbədi mükafat. Bilirsiniz, dünya həyatı o qədər qısadır ki, bilirsiniz nəyə bənzəyir? Deyir, insan uzaq yol gedir. Sadə danışacağım da, hamımız yol gedirik də. 1000 kilometr, 3000, 5000 kilometr yol gedirsən, ara sıra girirsən yanacaq doldurmaq üçün. Orada bir məsələn yanacaq doldurursan, bir kofe alıb içirsən. Deyir, dünya həyatı, o həmin o uzaq yol getməyə yox, orada 5-10 dəqiqə dayanırsan ha yolda. Kofe içirsən, yanacaq doldurursan, o qədərdir. Müqayisə olunmur ki. Əbədiyyətlə 50 il, 60 il müqayisə oluna bilər, yox. Əbədiyyət haqqında gərək insan düşünür. Əbədi. Əbədi nə deməkdir? Yəni, sonsuz, qurtarmayacaq. Bir tərəfdən də qorxmaq lazımdır. Axı, bunun cəhənnəmi də var, axı, orada əbədidir. Bir adam fikirləşə ki, bu xütbənin bir mövzumuz deyirdi, amma işarə edirəm. Bir adam fikirləşə ki, hə neynək, qoy gedim cəhənnəmə, neynək, orada mən ölüb gedərəm. Yox, orada ölüm yoxdur. Quran deyir ki, yandıracaq, təzə dəri verəcək. Dəri, yenə yandıracaq. Sən elə bilsən ki, cəhənnəmə düşdün, öləsən, qutarasan, ya bir yuxudur ki, görəsən, oyanasan, yox. Əbədi. Adam dəhşətə gəlir. Bir insan Allah haqq uğrunda belə deyək, şərlənib zindanda olanlar Allah azadlıq nəsib eləsin. Görsən bir adam da zindana düşüb, 5 il, 3 il, 10 il, 20, hətta bəzilər deyil, ömürlüydür, ölüm vardı. Amma orada bu məsələlər yoxdur. Bir səlavat zikr elə. Haşiyələrdən qayıdıram. Deyir, mükafat əldə etmək üçün nə etmək lazımdır? Çalışmaq lazımdır. Tənbəllik olmaz. Quran buyurur ki, İnnəs-saətə atiyyətun əkadu uxfiyha litudza kullu nəfsin bima təsna. Deyir, hökman mütləq şəkildə həqiqətən qiyamət gələcək. Quran buyurur, qiyamət olacaq. Mən onu gizlədirəm. Yəni, hasan olacaq qiyamət? Kimsə bilir, yox. Kullu nəfsin bima təsna. Litudza kullu nəfsin bima təsna. Hər kəs öz çalışmalarının nəticəsinin, mükafatını görəcək. Hər kəsə çalışdığının mükafatı yetişəcək qiyamət günündə. Quran buyurur, يَوْمَ يَتَذَكَّرُ الْاِنْسَانُ مَا سَعَى. O gündə, hansı gündə? Qiyamət gündə. İnsan çalışdıqlarını xatırlayar. يَتَذَكَّرُ الْاِنْسَانُ مَا سَعَى. Ərbəyinə gedirdim o 52 dərəcə istidə. Nə bilim, dünyada gecə namazı qılırdın, fəqir füqaraya çalışırdın, cümə namazına gedirdin, günahdan çalışırdın uzaq qalan. Bu çalışmaların nəticəsini qiyamətin günündə insan görəcək. Həzrət Mövla buyurur, Afətun nuc əl-kəsl. Əl-kəsl. Buyurur ki, müvəffəqiyyətin zərrəri, insan niyə müvəffəq ola bilmir? Deyir, tənbəllikdir. Baxın, hansı sahədə istəyirsən, müvəffəq olasan, uğur əldə eləyəsən, gərək çalışasan. Baxın, idmançı istəyir müvəffəq olsun, çempion olsun, gərək çalışa, idman edir. Yeyib yatmaqla, kafelərdə, çayxanalarda oturmaqla gedib,
Çempion olan görmüsünüz, yox. Tər tökürlər. Bir adam istəyir, böyük alim olsun, gərək çalışıb oxuyor. Saatlarla kitabxanalarda, internetlərdə, saytlərdə diz çökür ustadlar qarşısında. Tələbələr dərslər oxuyur. Yaxşı tacir pul qazanmaq istəyir, gərək çalışır. Bəziləri niyə qazana bilmir? Tənbəllik edir. Mən ara sıra qardaşlara deyirəm, məxsusən o qardaşlara. Deyirəm, qardaş, rus dilini bilirsən də. Cavan oğlansan, canın sağlam, bəli. Yer şəhərə tanıyırsan, bəli. Nə bilim, hesabdan başın çıxır, bəli. Maşın sıra bilsən, bəli. Sənədin, hər şeyin, dokumentin var. Və nədir problem? Bu boyda şəhərdə niyə çörək qazanamız? Problemi özündə axtar. Bu boyda şəhər, bu qədər potensialı var. Bəzən olur ki, möminlər namaz qılan çörək qazı vəziyyət çətindir. Niyə? İşdə də. İşləmək lazımdır da. Dinimiz buyurur ki, halal ruzu için işləmək, halal ruzu için işləmək ibadətdir. Elə bilsən, fəqət namaz qılmaq ibadətdir. Vacibi namazları o qıl, şübhə yoxdur. Amma işin özü ibadətdir. Şəriətimiz buyurur ki, halal ruzu için evdən çıxan insan elə bir Allah yolunda qılınc vurur, cihad edir. İndi olur da insan əcəli çatır, maşın vurur, ölür, ürəyi dayanır, ölür. Hər kəs halal ruzu yolunda ölərsə deyir, şəhid kimidir. Və nə istəyirsən? Həzrəti Əmirül Müminin Əli ibn Əbi Talib əleyhissalam buyurur ki, mömin tənbəllikdən uzaqdır. Yəni, həqiqi mömin ola bilməz ki, tənbəl olsun. Bir adam da özü mömin kimi göstərir, təqvalı insan kimi göstərir, iddia edir, mən möminəm, tənbəldir, yeyib yatır, işləmək istəmir, möminliyində şübhə etməlidir. Həzrət buyurur. Bunu kim buyurur? Möminlərin əmiri. Həzrəti Əmirül Müminin. Əmirül Müminin, yəni möminlərin əmiri, möminlərin rəhbəri deyir ki, mömin tənbəl olmaz. İndi sən tənbəl ola deyirsən ki, mən möminəm, ağa deyib ki, olmaz da. Möminlərin əmiri mən deyirəm, deyir ki, elə şey yoxdur. Həzrət buyurur ki, mömin həmişə çalışır. Həmişə çalışar mömin. Ən Əmirül Müminin ənəhu qal, əl-kəsəlu yufsidul axirə. Tənbəllik axirəti zayi edər. Bu adam ki, dünyada tənbəldir. Tənbəl adam axirətini abad eləmir ki. 2 rəkət namaz qıla bilmir. Cihad əmri gəlir, getmir. Bu ancaq komfort istəyir. Hazır gəlsin. Hazır versinlər. İşləmək istəmir axı. Belə bir adam axirətin üçün çalışar, deyir. Bu tənbəlliyin kökü nədir? Səbəbi nədir? Xəstəlikdir. Bunun səbəbi nədir? Deyir, süstlük. İnsan süst olur. Deyir, süstlükdən tənbəllik əmələ gəlir. İmanın zəifliyindəndir tənbəllik. O adam üçün imanı zəifdir, yəqini zəifdir. Bu tənbəllik edir, nəticə nə olur bəs? Əbədi saadətdən məhrum olur. Əbədi saadətdən məhrum olur. Qiyamətin gündə görəcək ki, bəli, o adamlar ki, dünyada axirətləri üçün çalışırdılar, onlara Allah dərəcələr verir, məqamlar verir, mükafatlar verir, bu qalıb məhrum. Ona görə çalışmaq lazımdır. Deyir, mömin necə olur? Mömin deyir, müsbət enerji ilə, aktiv olaraq işlərə can atır. Nəşat ilə, gözəl ruhiyyə ilə. Adam var, işləyir, deyinə işləyir. Narazı işləyir. Ailə uşağa bir bitkə çörək verir, onlardan belə zəhrimar edir onu ailə uşağa ki, mən qazandım, mən gətirdim, vurursan qazanmalısın da, kim qazanmalıdır ki? Deyir, mömin belə olmaz.
Mömin gülərüz, müsbət enerji ilə aktiv şəkildə işləyir. Bəli. Həzrət İmam Sadiq əleyhissalam övladların nəsihət edərək buyurdu ki, iki xislətdən çəkiniz, iki xasiyyətdən. Biri hövsələsizlikdir, ikincisi tənbəllik. Nə üçün çəkinsin Həzrət buyurur? Deyir, çünki əgər sən kəm hövsələ olsun, kəm hövsələ deyərlər, hövsələsiz deyərlər, darqursaq deyərlər, bizim Azərbaycan ədəbiyyatında bu sözlər istifadə olunur. Deyir, belə olsun, nə olar? Deyir ki, sən həqqə dözə bilməzsən. Baxın, həqqə. Haqqa dözümün olmaz. Haqqı qəbul eləyim, dözmək üçün insanın potensialı, zərfiyyəti olmalıdır, dözümün olmalıdır, hövsəlin olmalıdır. Baxın, ibadət etmək üçün adamın hövsələsi olmalıdır. Bax, siz burada oturmuşsa xütbəyə qulaq asırsınız, mənə. Burada sizdə hövsələ olmasa qulaq asa bilərsiniz. Yox. Allah sizə hövsələ veribdir, qulaq asırsınız. Hövsələ olmasa bu haqq sözləri eşitməzsiniz. Sən bəzi adam hövsələsi olmur, durub çıxıb gedir. Bəzi adam hövsələsi olmur, telefona baxır. Bazen qutarar. Amma hövsələli insan haqqı qəbul edə bilir. Sonra buyurur ki, əgər sən tənbəl olsun, haqqı əda etməzsən. Var haqqı qəbul etmək, haqqa dözmək, haqqı həzm etmək. Bir var ki, haqqı icra etmək. Tənbəl adam haqqı necə icra eləyər? Eləyə bilinməz. Bu haqq məsələsi mühüm məsələdir, bu barədə mövzular olubdur. Bu tənbəlliklə necə mübarizə aparaq? Dərmanına keçirik. Xəstəlikdir, dərmanından danışırıq. Deyir ki, tənbəlliklə ən güclü mübarizə budur ki, Həzrət Mövla buyurur bunu. Zaddu təvaniyə bil-əzm. Deyir, möhkəm iradə ilə, güclü iradə ilə tənbəlliyin mübarizəsinə gedir. İradə istəyir adamda. İradə. Tənbəlliklə necə mübarizə aparaq? Deyir, güclü iradə ilə. İradəni gücləndir, tənbəlliyə qalib gəl. Əsas müalicəsi də budur, deyir ki, gündəlik, gün ərzində ki, yaşayırsan, hesabatın olmalıdır həyatında. O ki, İmam-ı Kazım ağa buyurur ki, hər kəs nəfsindən hesab çəkməsə, mühasibə eləməsə, bizdən deyil, bizim şiyəmiz deyil. Bu barədə bizim xütbələrimiz olubdur. Bu nə deməkdir? Bax, bir gün yaşayırsan, axşam başı qoyursan yastığa yatmağa, o yaşadığın günü hesablamalısan. Məsələn, sizlər, tacirlər, pul qazanırsınız, gündəlik qazancınızı hesablayırsınız, ziyandasınız, xeyirdəsiniz, bu gün nə cür oldu, yaxşı oldu, pis oldu, bunu hesablayırsınız da olmalıdır da bu, yaxşı işdir. Cibinizin pulunu hesablayırsınız. Deyir, mənəviyyatı o da hesabladı. Gedib dükandan hesabat aparırsan, gecələr, gedirsiniz də, gəzirsiniz dükanlarınızı. Bu günləri nəzir olubdur. Deyir, bu gün ki yaşamısan, başı qoyursan yastığa, gör bu günü necə yaşadın. Həzrət buyurur ki, əgər günah eləmirsən, istiğfar elə. Əgər yaxşı iş görmürsən, Allaha həmd elə, denən ki, Allah məni müvəffəq elə, daha yaxşı iş görüm. Deyir, bu tənbəlliyin əsas müalicəsi budur. Necə? Deyir, Allah sənə bir sərmayə verib. Ömür sərmayəsi, baxın, ömür. Özdə bilinmirə nə qədərdir. 70 ildir, 80 ildir, 40 ildir, 50 ildir, bilmirik. Hazırda biz bilmirik nə qədər qalıb o limit. Nə qədər varımızdır, bilmirik. Kimsə bilir, deyə bilər, heç kəs deyə bilməz. Deyir, bu sərmayədir. İnsanın ən dəyərli sərmayəsi ömürdür. Deyir ki, sən bu ömürdən nə qazana bilərsən? Sən bu ömürdən istifadə edərək, bu ömürlə sən əbədi xoşbəxtçilik qazana bilərsən. Elədir də?
Dünyada bu ömür ki Allah bizə veribdir. Allah istəyən kimi yaşasın, bu ömürdən istifadə edib əbədi səadət qazana bilər, deyir, bəli. Hər kəs hər günündə hesabat aparsa, dəqiq şəkildə ki, mən bu ömrümün saatların, dəqiqələrin harda keçirtdim? Əgər itaətdə keçirmisən, yaxşı iş görmüsən, əbədi xeyir əldə eləmisən. Əgər günahda keçirmisən, əbədi zərər edibsən. Əgər yox, boş-boş keçirmisənsə, boş-boş. Deyir ki, elə bir ömrünü sən oğurlayıblar. Ömür oğurlanıb, şeytan gəlib oğurlayıb aparıb ömrü. Belədir də. Oturub saatlardan kafedə, nə bilim, boş-boş şeylərlə, telefonda, nə bilim. Mən qabaq elə bilərdim ki, İqranı uşaqlar oynayır telefonda. Neçə dəfə mənə rast gəldi, gördüyüm ki, 40-50 yaşlı adamlar da İqra oynayırlar. Biri danışır, deyir, aeroportda məni gözlədir. Haçandan sonra görürəm, kompüterdə var, o proqramdan proqrama keçirdim, o İqra oynayırmış, mən də durub baxırmışam ki, məni çağırmış, ayıb olam, gəl, keç, pasportu ver. Gözləyirəm ki, orada işin həll eləsin. Bəzi insanlar var, ömrü keçirdirlər bu cür. Dominolar da şaqqa-şaqqa. Balam, saat neçədir, ged evvə də. Gör, uşaq bir məktəbdən necə gəldi. Bu qəryanın tüstüsün üfürür onun üstünə, o üfürür bunun üstünə. Nə xəbərdir? Ləğvişlər bulardı da. Deyir, mühasibə edərək insan tənbəllikdən neyir, nicat tapır. Necə olur axı bu? Nəticəni deyim sizə. Bax, insan fikirləşir ki, Allah bu ömrü mənə vermirsə, mən də bundan istifadə edə bilmirəm, ömür də qurtarır. Əgər düşünsə, yəni müalicə eləsə, baxın, mən bunu danışıram, ola bilsin, sizin zehninizdən bu keçə ki, kim diyor onu düşünən, sən də bekar qalmısın. Var belə insanlar, ola bilsin, burada var. Nə danışır bu hacı? Bilirsiniz nəyə bənzəyir? Neçə cür xəstə olur. Adam var, xəstəliyi tapan kimi dərhal düşür üstünə, gedir müalicə elətdirir. Adam var, xəstədir, öskürə-öskürə, asqıra-asqıra, nə bilim, ona buna yol, cəmaata zəhmət verə-verə, yaşayır, həkimə gedmir ancaq. Ay balam, gel həkimə də, keyfiyyətli yaşa da. Biz demirik ki, həkimə gedən ölümür. Ona ölüm Allahın əlindədir. Amma söhbət bundan gedir ki, sən verilən ömrü keyfiyyətli yaşayırsan, yoxsa yox. Ömründən ləzzət ala bilirsən, ya yox. Baxın, o adam ki, həkimə getmir, bənzir həmin adamlara ki, bu barədə düşünmür. O adam ki, həkimə gedir, deyir, Allah mənə can sağlığı veribdir, xəstəlik məni bu cür qorxur, məsuliyyət hissi gedir həkimə. O adam da buna bənzir ki, bu adam deyir, Allah mənə ömür veribdir, bu ömür əlimdən keçir, sərmayədir, mən niyə tənbəllik eləyirəm? Hər şeydə bu cürdür, ha. Təkcə axirət üçün yox. İdman da bu cürdür, ticarət də bu cürdür, elm də bu cürdür. Adam var, gedir, məsələn, Quma, Nəcəfə, ya burada neçə il bakalavr oxuyur, hər tələbə ki, bakalavr oxuyur, qutarır, eyni səviyyədə savadlı olur, yox. Nə üçün yaxşı həkim tapa bilmirik? Çünki oxumurlar ki da. Süni intellekt, mən o günləri qulaq asıram, radioda, maşında deyir ki, tələbələr da kitab dəftərimizi açmırlar. Biz də canımızı bundan sonra gedirik, tapşırırıq bu həkimlərə ki, bəli, bunlar universitet oxuyublar. Süni intellektlərlə, nələrlə, oradan buradan köçürülməklə, kopya eləməklə imtahan verən həkimlərdir. Qabaqçı həkimlərdən yoxdur ya. Elə bilərsiniz, qabaq idi, filan kəsi gətirmişik Peterə həkimə. Elə bala, bax, Peterin həkimləri də başqa yerin həkimlərindən fərqli 4 ay. Bunlar sünni intellekt balalarıdır, həkimləridir. Bir tələbə gedir Nəcəfə, neçə ay oxuyandan sonra görür ki, bu çətin bir şeymiş oxumaq. Nəcəfə gedib müctəhid olmağa da. Qabaq bu cür idi axı. Millət yığışardı bir şəhərdən, bir kətdən, pul qoyardılar, bir nəfər göndərərdilər, balam, get Nəcəfə oxu, gəl bizi hidayət elə. Gəl balalarımızın kəbinin kəs. Gəl mühərrəm məclislərin keçirdi. O da yazıq gedərdi, oxuyardı, əqidəsi, təqvası qayıdardı.
təbliğ eləyərdi. Biri gəlir Nəcəfə, neçə aydan sonra görür ki, çətindir. Gərək oxuyam, gərək zəhmət çəkəm, bunun mütahiləsi, bunun mübahisəsi var. Neçə il mən gərək oxuyam, müctehid olam. Görür ki, mən nə deyir, bu halım yoxdur bunu oxumağa. Tənbəldir axı, oxuya bilmir. Birdən yadına düşür ki, Həzrəti Əbülfəzl Əbbas Babul Həvaicdir. Yəni, hacətlər, istəklər qapısıdır. Deyir, Nəcəfdən Kərbəlaya bir yol yoxdur. Hər cümə axşamı gedərəm Həzrətin hərəminə. Gecədən səhərə qədər Həzrətə təvəssül eləyərəm, ağlayaram, Həzrətdən istəyərəm. Həzrət içində Babul Həvaicdir. Allahdan istəyər, Allah da onu qəbul edir duasını həmişə. Allahın əlində də heç bir şeydir. Mən də onlara müctehid də, verərlər qaydaram da. Nəyə zəhmət çəkimi bu qədər il oxuyun. Gəlir, hər cümə axşamı Nəcəfdən gəlir Kərbəlaya. Səhərə qədər orada ağlayır, Həzrətə təvəssül eləyir və öz-özündə də fikirləşir ki, elə eləyim ki, Həzrətin ürəyi yansın mənə. Deyir, bir gecə, neçə gecə gələndən sonra bir cümə axşamı gecəsi ümumiyyətlə başqa cür olur. Ağlayır, ağlayır, bu cür bunu yuxu aparır. Yuxuda görür Həzrəti Əbülfəzl ağa gəlir, xidmətçilərinə deyir ki, o fəlaqqa şallağı gətirin bura, bu cavanı şallaqlayacam. Qədimdə bilirlər, kinolarda var o fəlaqqa bağlayardılar, o dərs oxumayan uşaqları, şallaq vurardılar qışlarına. Gətirin şallağı, bu düşür Həzrəti Əbülfəzl ağanın ayaqlarına. Ağa, nə üçün? Nə üçün məni tənbih edirsən? Mən neçə cümə axşamıdır gəlirəm, sənə təvəssül edirəm ki, mənə lütf eləyəsən, Allahdan istəyəsən, mən müctehid olum, qaydım şəhərimə. Sən məni tənbih edirsən. Sən hacətlər qapısısan. Ağa buyurur ki, ay cavan, istəyirsən müctehid olasan, müctehid sözünün mənası ilə çalışmaq deməkdir. Çalışqan. İctihad yəni çalışmaq. İstinbat sözünün mənası bilirsiniz nə deməkdir? Deyir, insan quyu qazır zəhmətlə, yerin dərinliyindən su çıxardır. Müctehid yazıq da illər zəhmət çəkir, Qur'anın, hədisin dərinliyindən fətvanı çıxardırır, verir sənə, deyir ki, get, gör dəstəmazı necə alırsan? Yazıq müctehid. O dəstəmazı neçə şey batil eləyir, məsələn, bu fətvalar ki, risalədə yazılıbdır, onu bizim əlimizə çıxardana qədər yazıq 30 il, 20 il əziyyət çəkir. Yazıq mən deyirəm, amma niyə yazıq? İftixardır. Yəni, zəhmət çəkir də. Deyir, sən istəyirsən müctehid olasan, gərək başqa tələbələr kimi gedib Nəcəfdə dərs oxuyasan. Təmbəlliklə gəlib burada ağlayasan, mənə təvəssül eləyəsən ki, ağa ver, mən də müctehid olum, belə bir şey yoxdur. Get, qayıt Nəcəfə. Dərs oxuy, zəhmət çək, çalış. Bilirsiniz, Allahın lütfünü əldə etmək üçün də çalışmaq lazımdır. Çalışmaq. Əbədi səadət qazanırsan, cənnət qazanırsan. Baxın, bizə ancaq bu dünyada çalışmaq qalır. Baxın, bu dünyada çalışmaq. Öləndən sonra, qiyamətin günündə ki, bizdən namaz istəmirlər, oruc istəmirlər, xumus zəkat istəmirlər, həccə getmək istəmirlər. Cənnətdə namaz olacaq, yox. Oruc olacaq, yox. Bunlar olmayacaq orada. 50-60 il yaşayırsan bunu elə, imtihan ver, qazan, get. Baxın, tənbəlliyin ziyanı insanın özü nədir? Biz tənbəllik etdikdə itaat eləmirik, Allaha biz zərər vura bilərik, deyir, yox. Ya məsələn, uşaq tənbəllik eləyəndə valideyninə bir zərər vura bilir, yox. Valideyn deyir ki, ay bala, onsuz mən əldə eləmişəm də, sənin gələcəyin üçün deyirəm, oxu. Bizə deyərlər, oxu, adam ol, gələcəyin olsun. Ya məsələn, tələbədir, oxumur, müəlliminə bir zərər vura bilər, yox. Deyir, tənbəlliyin zərəri kimədir? İnsanın özünədir. Deyir, bax, tənbəl insanı götürərlər. İşdən çıxardırlar, götürürlər, dəyişdirirlər, başqasını qoyurlar. Deyir, sən olmayacaqsan, başqası olacaq. Tənbəllik insana bu cür zərbə vurur. Deyir ki,
İnsan əgər tənbəl olarsa, istismara və istimara məruz qalır. Baxın, mədəni quldarlıq dövrüdür. Tənbəl oldun, qul olacaqsan da, səni istismar eləyəcəklər, səni kölə eləyəcəklər, səndən istifadə eləyəcəklər. Görürsən, saatlardır, 12 saat duracaqsan haradasa. Nə bilim, kimisi yük daşıyacaqsan, nə qədər yuxusuz maşın sürəcəksən, nə eləyəcəksən və o millət ki, fərdi həyatdan keçir ictimai həyata, urvini qaldır. O millət ki, tənbəl millətdir, onun nefti də qarət olur, qazı da qarət olur, özü də müstəmlək olur. O millət ki, ayıq zirənc millətdir, haqqın, hüququn heç kəs əlindən ala bilmir. Ne üçün bu günə qalmışıq? Xalqı tənbəl elədilər. Zavad yox, fabrik yox, təhsil bərbad, səhiyyə bərbad. Bu millətdən nə görəsən? Millət, belə deyək, fikri, zikri, əyləncə, musiqi, müğənnilər heç bilmir ki, nə baş verir. Bir salavat zikr elə. Allahümme salli ala Muhammed və ali Muhammed. Baxın, insan bu dünyada elə qurulubdur, həyat elə qurulubdur. İşlədikcə insan həyatı maraqlı olur. Bunu həm dində buyurur, həm də dinsizlər də belə deyir. Sesleri dövründə bir şuar var, iş insanın cövhəridir. Yadınızdadır bu şuar. Bəli. İşləmə insan həyatına məna gətirir. Nə ilənsə məşğuliyyət olan. Mən başa düşə bilmirəm, bu bekar insanlar necə yaşayır? Bu uzun gün adama çatmır, bəziləri deyir ki, vaxtı nətər öldürək? Hara gedək, neyniyək? Həqiqətən çatmır adama vaxt. Deyir, hər bir mənfi fikir, günah, o cümlədən tənbəllikdə şeytandandır. Şeytan insanı tənbəlləşdirir. Salih insanlar, Allahın yaxşı bəndələri müsbət enerji ilə işləyiblər, iş görüblər. İmam Baqir ağan gördülər, əlində bel tər tökür tarlada. İşləyirdi. Elə bilmə, İmam Peyğəmbər təsbih al əlinə, həmişə oturubdu, başına dolanırmış da. Ağa nə buyurursan? Ağa nə gətirir? Belə olmayıb, bunların həyatı. Bunlar iş görüblər. Cəmaat kimi işləyiblər. Bir tənbəlliyin ən böyük fəsadı budur ki, getdikcə insan iradəsini zəiflədər. Yəni, həmin o, belə deyək, səviyyədə qalmır. Əgər, məsələn, bugün, məsələn deyək də, 20% tənbəlsənsə, bir aydan sonra 40% tənbəl olacaqsan. Bir ildən sonra 80% tənbəl olacaqsan. Deyir, bir qul var imiş, o qədər tənbəl imiş. Özü su içmək istəyəndə, deyir, özü durmazmış, deyir, görürsən, ağam haçan su istəyəcək. Onun üçün su gətirməyə gedəndə özüm də içim. Bu qədər tənbəl insanlar var.